verəcəm sənə. Məsələn, bu iki avtomobil arasında 45 dərəcə uzaqlıqda parklamaq istəyirik. Bunun üçün avtomobillər maksimum şəkildə yaxın gəlməlisən. Yarım metrdən az olsun məsafən. Birinci avtomobildən yox. İkinci avtomobildən avtomobilimizin yüzünü paralelləşdiririk. Bax burayla, bu hissələ. Birinci avtomobildən yox, ikinci avtomobilimizin sənə yaxın ikincidən paralelləşdiririk. Xəttdən də olar. Əgər parklama ilə xətt varsa, xətt olar. Kons olsa yerdə ikinci konsdan paralelləşirik. Maşın dayanır bax bu şəkildə. Sükanı sola çeviririk və sağ gücümüzlə paralelləşmişdir. Düzdürmü? Sağ gücümüzlə bu avtomobil tinin görsən bəs dayanırsan. Və sonra sükanı çevirirsən sağa doğru, hansı maşın görürsən, ona doğru yaxınlaşa gələcəksən. Oldu? Gəlirmi, ehtiyac var maşın oturmağa? Bacaracaqsan, inanıram sən, getdin, əhsən sənə. Amma mən tormuz desəm, stop desəm, stopla. Oldu? Kəmərini bağla. Hərəkətə başlayarkən hansı işığı yandırmalısan indi? Bax, indi hərəkətə başlayacaqsın. Hansı işığı yandırıb hərəkətə başlamalısan? Yandır, başla. İndi söndürə bilərsən artıq, çünki sola getməyəcəyik. Tələbəm Yusuf bəylə bugün parklama dərsindəyik. Maşallah tələbəni götürmə qabiliyyəti çox yaxşıdır və deyilən tapşırıqları tez qavrayır. Aha. Ürəkli ol, gəl, qorxma. Əlini düzəlt. Gəl, 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 gəl. Kameranı izlə. Biraz da gəl. Gəl, ürəkli ol. Afərin, qəşəng. Başa düşdün bunda? Çıx bir dəfə də elə. Sağa dönərkən hansı işığı yandırmalısan? Yaxınlaş biraz avtomobillərə doğru. Gəl. Yaxşı gəlsən, gəl. Biraz sola götür əlini, maşın önü düzəlsin deyə. Afərin, yaxşıdır. Başla. Bax, bu parklama növündən istənilən dar alanda parklaya bilərsən. Tormuzu burax, tələsmə. Tələsmə. 5. Əlaçı. İdeal. Əhsən sənə.